Salam hörmətli izləyicilər, xoş gördük sizləri Sahlənin Mətbəxi kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir yemək hazırlayacağıq. Toyuq ciyarının qovurması tərəvəzlərlə. Deməli, çox dadlı olur və belə deyərdim, hər bir zövqə uyğun olur. Bunun üçün bizə nələr lazımdır? Deməli, əziz izləyicilər, gördüyünüz kimi toyuğun ciyarıdır, deməli, təmizlənib, yuyulub. Düz içində biraz ürək də var, eybi yox, olmalıdır. Ondan sonra sarımsaq, xüsusi tam verir, 3-4 diş sarımsaq. Kartofdu belə bu şəkildə doğranılıb, köhdür və soğan, bir də pomidor lazım olacaqdır. Təbii ki, duz, istiot, yağ da zövqə görə. İndi başlayırıq bunları hazırlamağa. Deməli, əziz izləyicilər, gördüyünüz kimi tavamızı qoyduq, altını yandırdıq. Siftə kartofla belə deyərdim, kökümüzü əlavə edirik və üzərinə bir balaca belə deyərdim, su tökürük. Suda bunlar pişsin. Birəcə su və kartofla deməli kökümüz pişir. Biraz su edirik ki pişsin. Sonra isə ciyarımızı zadı əlavə edəcək. Biraz ağzını örtürük, belə öz xodunda pişir. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bax belə suyumuz qaynadı. Biraz da kartofumuz pişən kimi oldu və üzərinə ciyarlarımızı əlavə edirik və bir yerdə qarışdırırıq ki, bir yerdə belə deyərdim, pişsin. Onu da qeyd edim ki, sarımsağı da əlavə edirik. Sarımsaq da ona xüsusi tam verir. Baxın, belə xırda doğruyuq. Bax, beləcənə üzərinə tökürük. Bax, beləcənə. Sarımsağı da əlavə etdik. Tuzunu, istiotunu da vururuq ki, belə deyərdik, pişsin. Tuzunu əlavə edirik. Zövqə görə istiotunu əlavə edirik. Biz qırmızı istiot vurduq. Siz istəsəz, belə deyərdim,